Bu məclislərin faydası var. Birini deyirəm sizə. Xanım Fatimə Zəhra salamü aleyhanın ləqəblərindən biri budur. O, Ummul Əimmədir, imamların anasıdır. İmamlarımız danışan edirlər, anamız Fatimə. Hətta hədisdə var, Peyğəmbər ona künyə verib. Ümmü Əbiha, atasının anası. Fəlsəfəsi izahı var. Peyğəmbərin anası olan, imamlarımızın anası olan, Peyğəmbərin buyurduğuna görə, hətta Peyğəmbər buyurur ki, qızım, sən möminlərin də anasısan. Belə bir xanımın mərasimini qeyd etmək, ona matəm saxlamaq, Peyğəmbərin, bütün imamların diqqətini özünə cəlb etməkdir. İmamlar onların anasının matəmini qeyd edənlərə bozluq almazlar. Bizim ata-anamıza başsağlığı verənlərə biz sevinirik, razı qalırıq. Sağ ol, saydın. Anamın vəfatında, mənim müsibət günümdə mənim yanımda oldun. Gəlməyənlərdən incirik, başsağlığına niyə gəlmədin, bildin. Amma indi adi insanlar bunu görürsə, Peyğəmbər kimi şəxs özünə ana seçdiyi, imamların özünə ana dediyi bir şəxsin matəm günlərini qeyd edənlərə onlar necə baxarlar? O məclislər Peyğəmbər və Əhl-i Beytin diqqətində olduğu, onların məhəbbəti olduğu məclislərdir.